Hər vaxtınız xeyir olsun Vəfa. Sizi Naftalandan salamlayırıq. Sizin də qeyd etdiyiniz kimi Bakı Xankəndi marafonu maraqlı şəkildə davam eləyir və 4-cü mərhələdir. Bu 3 gün ərzində çox maraqlı mübarizələrin şahidi olduq və bu yarış Azərbaycanın 21 şəhər və bölgəsini əhatə eləyir. İstərdik ki, bu yarış barədə ətraflı məlumatı Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayevdən eşidək. Pərviz müəllim, xoş gördük sizi. İstəyirik ki, ətraflı məlumatı sizdən eşidək. Buyurun. 3 gün arkada qalıb və artıq bugün 4-cü günüdür. Bir qədər istəyən. Təxminən saat 2-nin yarısına planlaşdırılır finiş vaxtı 4-cü mərhələnin və 4-cü və 5-ci mərhələlər bizim üçün ona görə əlamətdardır ki, artıq bu mərhələdən etibarən iştirakçılar işğaldan azad olmuş ərazilərdən də keçəcəklər. Yəni bu baxımından bugün artıq Ağdərə rayonu ərazisindən Suqovuşan, Talış, yəni bu istiqamətlərdən keçməklə Naftalan şəhərində finiş olacaq və bir də sabahki yarış günü hansı ki Ağdam, Füzuli, Xocavənd, Şuşa, Xankəndi şəhərlər, yəni bu ərazilərdən keçiləcək və düşünürəm ki, bu bizə kifayət qədər yaxşı imkanlar verir. Yəni bu ərazilərimizi, işğaldan azalmış ərazilərimizdəki aparılan yenidən qurma işlərini bütün dünyaya nümayiş etdirmək üçün, çünki Evrosport kanalı vasitəsilə canlı yayımımız var. 5 gün ərzində bütün mərhələlər canlı yayımlanır və bu əlavə bir imkandır. Hər şey öz reallıqlarını göstərmək üçün. Ümumiyyətlə isə mübarizə kifayət qədər gərgin keçir və deyərdim ki, gözlənilən kimi keçir. Çünki burada bu yarışın səviyyə baxımından, reyting baxımından ən güclü komandası Astana komandası, Qazaxıstan təmsilçisi və 2 mərhələni də onlar qalibiyyətlə bitiriblər və amma 4-cü, 5-ci mərhələlərdə bir qədər daha çətin mübarizə olacaq. Xüsusilə 5-ci mərhələ, çünki ağır bir dağ mərhələsi olacaq. Ona görə hər şey baş verə bilər. Çox sağ olun Pərviz müəllim. Bəli, Vəfa. Müsahibim Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev idi. O Bakı Xankəndi marafonu ilə bağlı ətraflı məlumatları bizimlə bölüşdü. Mənim isə bu saatda çatdıracaqlarım bunlar idi. Onu da qeyd edeyim ki, sabah marafonun son mərhələsi Xankəndidə başa çatacaq və biz oradan ətraflı məlumatları sizə çatdırmağa davam edəcəyik. Buyurun, söz yenidən sizdədir.